İnterval qidalanma nədir? Dostum, son illərin açılışıdır. İnterval qidalanma möhtəşəm bir şeydir. Mən ümumiyyətlə diyeta sahəsini çox yaxşı bilirəm, nutrisiologiya sahəsini çox yaxşı bilirəm, psixologiya sahəsini çox yaxşı bilirəm. İnsana nə yaxşıdır, nə pisdir, çox yaxşı bilirəm. Və əminliklə deyə bilərəm ki, bundan asan, yəni qidalanmaq üsulu yoxdur. İnterval qidalanma nədir? İnterval qidalanmada sən özünə pəncərə seçirsən. Məsəl üçün, saat 12-dən 8-ə kimi yeyirəm və ya saat 10-dan 6-ya kimi yeyirəm. Və yaxud saat işivə görə saat 4-dən, mən indi 6-8 saatlıq pəncərə nəzərdə tuturam. Bu başlamaq üçün idealdır, yaxşıdır, yavaş-yavaş özünü salırsan interval qidalanmaya. Mən məsəl üçün indi məndə OMAD-dır, one meal a day, gündə bir dəfə yeyirəm. Amma sizə bir söz deyim, 4 gündə yemək yemirəm və yemək də istəmirəm. İndi haçan yemək istəsəm yenə də bir dəfə yeyəcəm və ondan sonra haçan acısam yenə də yeyəcəm. Mən bədənimə qulaq asıram, mən beynimə qulaq asmıram. Beynimə qulaq assam, beynim hər bir saatdan bir deyər ki, mənə nəsə ötür, mənə nəsə yeyeyim. Ona görə dostum, interval qidalanma sən nəfsivə qalib gəlmək üsuludur. Sən interval qidalanmağa başlayanda, sən artıq nəfsivə hakim olursan. Bax, məsəl üçün 16-8 idealdır başlamaq. 16 saat heç nə yemirsən, 8 saat özünə pəncərə, interval seçirsən. Məsəl üçün, işivə uyğun neçədirsə. Adətən elə bir adam var ki, duranda sırası zavtraq eləmək istəyir. Elə bir adam var ki, duranda zavtraq eləmək istəmir. Mən məsəl üçün ömür boyu duranda heç vaxt zavtraq eləmək istəməmişəm. Mən yeməyimi günortaya. Mən məsəl üçün günorta saatlarına, tutaq ki, təzə-təzə başlayanda mən 16-8 ilə başladım. Bir müddətdən gördüm ki, bu 8 saat, mən 16 saat gəlib qutarır, mən yemək istəmirəm. Mən yenə də uzun saxlamaq istəyirəm. Düşdüm 18 interval, 18-6-ya, 6 saat pəncərəm olurdu. 18 saat da intervalım olurdu ki, yemək yemirdim. 6 saat ərzində yeyirdim, 2 dəfə, 1 dəfə, nəsə atışdırırdım, ürəyim istəyəni. Ondan sonra gördüm, yox, 20 saat artıq mən yemək istəmirəm. Keçdim 4 saata və artıq mən özüm üçün optimal variantı tapmışam ki, mənim üçün gündə 1 saat bir pəncərə seçirəm özümə və 23 saat yemirəm. Bu mən özümü ideal hiss edirəm. İnan ki, 23 saat gəlib tamam olanda mən yenə də heç nə yemək istəmirəm. Bugün iyunun 7-sidir, mən iyunun 3-ü yemişəm, 21:00-da. İndi saat 16:00. 5 saatdan sonra 21:00, rovno 4 gün olur ki, 96 saatdır ki, mən heç nə yemirəm. Sizcə məndə psadində nəsə bir problem var? Mənim psadində autofagiya prosesi başlayıb bədənimdə gedir. Autofagiya nədir? Buna Nobel premiyası da veriblər bunu autofagiyanı açana ki, yəni autofagiya nədir dostum? Bədən ac qaldığı müddətdə qıraqdan yemək gəlmədiyinə görə bədən başlayır öz xarab kletkalarını, xarab hüceyrələrini yeməyə. Yaradanın funksiyasına bax sən. Az qal, bax, xəstələnirsən, iştahın olmur. Nəyə görə xəstələnirsən, iştahın olmur? Çünki bədən deyir ki, mənə lazım deyil yemək, qoy mən öz içində özümü təmizləyim. Bədənin işləmə mexanizmidir bu. Bədən belə işləyir. Autofagiya da belə işləyir. Sən yemirsən, bədən 12 saatdan sonra başlayır, sən bədənə 12 saat yemək verməyəndən sonra 12 saat öz yediyi zapas, mədə bağırsaqda yedi, həzm elədi, o, bu, vəsə. Bədən keçir autofagiya, başlayır öz xarab kletkalarını yeməyə. Möhtəşəmdir, insanlar günlərlə yemək yeməməklə rak xəstəliyini, xərsəngi sağaldırlar. Bu dünyada bu açılışlar var, bu bilirsin nədir, bu son illərin ən böyük açılışlarından biridir. Və ən gözəli, sən autofagiyanı bildim, nəfsivə qalib gəlməyi bildim. Sən hər dəqiqə yemək yemirsən, orada burada zirzibil yemirsən, sən bilirsən ki, gündə 1 dəfə, 2 dəfə qidalanırsan, sən artıq avtomatik keyfiyyətli yemək yemək istəyirsən. Sən artıq deyirsən ki, ayda mən gündə, mənim pəncərəm var 6 saat ərzində, mən nə gəldi yeməyim da, qoy mən təmiz, keyfiyyətli yeyim, ondan sonra yavaş-yavaş keçirsən bir dəfəyə. Dostum, bizim genetikamız belə formalaşmır ki, gündə 3 dəfə, 5 dəfə yemək yeyəsən. Bizim genetikamız bizə necə formalaşır? Eransından əvvəl bizim elə bir ki, ulu babalarımız hardan gəlirik? Bunlar necə qidalanıblar? Bunlar o vaxtı market olmuyor, bazar olmuyor, bizə necə aqrarlıq olmuyor ki, hamı çıxartsın, nəsə versin, satsın, alış-veriş dövranı olmuyor. Məsəl üçün, kişilər, qadınlar mağarada uşaqlara baxırdılar, kişilər çıxırdılar ova. Elə olurdu ki,
bir gün, 2 gün, 3 gün ov tapa bilmirdilər. Ov tapırdılar. Məsəl üçün bir hansı heyvanı ovlayırdılar. Gəlib gətirirdilər mağaraya, otururdular, bir dəfə yeyirdilər. Vəsə, təzədən ola bilər ki, bir günə tapsınlar, 2 günə tapsınlar, 3 günə tapsınlar. Kişilər gedirdi, belə bu formalaşır. Ona görə dostum, sənin bədənin özünü möhtəşəm hiss eləyəcək. Sən gündə bir dəfə yeyəndə və yaxud gündə 2 dəfə yeyəndə qorxusu yoxdur. Amma gündə 3 dəfə yemək marketinqdir. Bu sənə soxuşdururlar. Ay nə bilim bunu al ye, bu yaxşıdır. Sən bilirsən Hasan, deyir ki, bunu iç, sağalacaqsan. Ay qardaş, sən ümumiyyətlə heç nə yemə, gör bədən möcüzəvi şəkildə özünü necə sağaldır. Düşüncələrin necə təmizlənir. İlk zamanlar beynin sənin bunt eləyir. Deyir, yox mənə ver, mən istəyirəm, mən yemək istəyirəm. Buntdadır, beyin bizə neyinir, dağıdır özünü. Sən başa düşməlisən ki, bu sən deyilsən. Burada ağa beyin deyil, burada ağa sənsən. Beynin sənin nökərindir və sənin qulluqçundur və sənin dediyin tapşırıqları yerinə yetirir. Bunu sən beynivə ilk növbədə başa salmalısan. Başa salmadın, bütün həyat boyu beyin səni fırladacaq, idarə eləyəcək proqramlarla. Ona görə dostum, interval qidalanma idealdır. Başda interval qidalanmadan. Yavaş-yavaş, ilk növbədə məsləhətdir 16-8. Sonra 18-6. Aydındır yəqin ki, qısa vaxtlar olan sənin pəncərəndə, o pəncərədə yeyə bilərsən. Məsələn, 16-8-də 8 saatlıq pəncərən var, ye, tutaq ki, məsələn, 12-dən 8-ə kimi. 12-də yeməyi zavtrıq elədin, bir də axşam məsəl üçün gün ərzində yeyi, məsəl üçün 4-də 5-də bir yeyi. Sən təzə başlayırsan deyəndə sənin deyirəm, 2 dəfə, 3 dəfə yeyi. Sonra axşam 8-in yarısı, 8-ə qalmış, oturub bir dənə də yeyi, 8-də girdin. Ancaq su içə bilərsən, çay içə bilərsən şəkərsiz, kofe içə bilərsən şəkərsiz, insulini oynatmamaq şərti ilə. Adi sular içə bilərsən. Belə. Və sən belə getdiyin müddətdə, sən gəl növbəti gün 12-yə çatanda bir də yedin, tutaq ki, 8-ə kimi, düzdür. Artıq 3-cü gün tutaq ki, mən indi bir məsələ olaraq deyirəm. Hər kəsəndə səndə elə birinci gündə ola bilər, birində ikinci gündə ola bilər, birində üçüncü gündə ola bilər. Hər kəsən individualdır. Sən növbəti gün 12-yə gələndə, mən əmin edirəm ki, sənin aclığın olmayacaq. Sən baxacaqsan ki, mən yemək istəmirəm. Okey, və yaxud yemək istəmirsənsə, tutaq ki, 12-də yemisənsə, 12-də aclığın varsa, artıq sən tutaq ki, 4-də, 5-də, 6-da yemirsən, daha 8-i gözləmək istəməyəcəksən, 6-dan uca bağladın. Saldın 18-6-ya, düzdür? Yavaş-yavaş bu saatları qaldır. Özünü yaxşı hiss eləyəcəksən, fokusun güclü olacaq, düşüncələrin təmiz olacaq, daha aydın düşünəcəksən. Ondan sonra görəcəksən ki, az yemək nə qədər xeyirdir və interval qidalanma sənin bədənini təmizləyir. İstər-istəməz bədəndə təmiz kletkalar başlayır xarab kletkaları yeməyə və ondan sonra sənin artıq için təmiz olur, səndən artıq ağzından iyi gəlmir, tərindən iyi gəlmir, sənin artıq özünə qarşı düşüncələrin gözəldir, pozitivdir, təmizdir, insanlara qarşı olan düşüncələrin gözəldir, pozitivdir. Bax, mənim dostum, ona görə interval qidalanma sənin civvədə qalır, pulun, artıq gedirsən orada, burada pul xərcləyirsən, hamı nəsə sənə öz malını soxuşdurmaq istəyir ki, al, amma bilmirsən harada pişirib, necə pişirib, kim pişirib, pişirən hansı enerji ilə pişirib onu. Ona görə interval qidalanma o qədər möhtəşəmdir. Ona görə videolarımın demək olar hamısında, çoxsunda deyirəm ki, interval qidalanma ilə başla. Bax, gedir. Səsə eşidirsən, ambulans gedir. Xəstəliklərin çoxsu bilirsən nəyə görədir, nə gəldi yeməkləndir. Xəstəliklərin çoxsu bilirsən necə sağalır, yeməyi saxlayandan sonra bədən özünü sağaldır. Əfsuslar olsun ki, bunu indiki tip bunu sərf eləmir, bunu deməyəcək. Dərmanlar satılmalıdır, stentların hamısı olmalıdır. Bu matrisadır, bu həyatın qanunudur. Buna hörmət eləmək lazımdır. Hamı öz təcrübəsini alır. Sən artıq sənin qarşında düzgün informasiya var. Sən sağlam qalmaq istəyirsənsə, yeməyi azaldırsan. Bir müddətdən sonra, məsəl üçün, tutaq ki, 18-6, sonra düşdün 24, sonra gündə bir dəfə yeyirsən. Sonra yavaş-yavaş artıq şey eləyə bilərsən, nədir? Mənim kimi günlərlə yemək yeməyə bilərsən, özünü möhtəşəm hiss eləyə bilərsən. Mən məsəl üçün, bax, bugün mən rekordum 8 gün yarım yemək yeməkdəyim. Mən də bu dəfəsində istəyirəm onu təzəliyim, məsələn, bir 10 günə çatdım, inşallah Allahın köməyi ilə. Görsəm ki, özümü pis eləyirəm, yox, müsün yeyəcəm. Kıstati, yeməyi başlayanda, məsəl üçün, acılıqdan çıxanda nə gəldi, yemək olmaz. Yüngülcə yemək lazımdır. Məsəl üçün, təmiz salatları yemək lazımdır. Ya birdən oturub yemək lazım deyil. Vaxtın vardı, tələsmə. Biraz zövq al yeməkdən. Həyatdan zövq al, yeməkdən zövq al. Sən
Hər bir şey zövqdür bu həyatda. Həyat o qədər gözəldir ki, içvə mənfi informasiyanı, informasiya tək informasiya kimi qəbul eləmə, sən yeməklə də informasiya qəbul edirsən. Başa düşürsən? Ona görə götürdüyün yeməyi də, informasiyanı da qəbul elədiyin detoksda ol. Yeməyi saxla, sosial şəbəkələrə girirsən, giz-giz məlumatları saxla. Bir müddət, onda interval qidalanma sənə ilk növbədə bazadır. Bədənin bazadır. Bədənindən başlayırsan, bütün həyatla əlaqən çerez bədəndir. İnsanlarla münasibətin bədəndir. Pulu qazanırsan bədənlə, sevirsən bədənlə, hiss edirsən bədənlə, yaşayırsan bədənlə, işə gedib gəlirsən bədənlə, insanlara xeyir verirsən bədənlə. Nə hər şey bədənlə edirsən də, bu mən nə deyim, uşaq deyilsən ki, bunu mən sənə deyim. Yəni, bədənvə ilk növbədə qayğı göstərməlisən və bədənvə qayğı, ona nə gəldi, yemək vermək deyil, mənim dostum səhv öyrədiblər. Bədənvə qayğı ağzının yolunu bağlamaqdır, nəfsivə qalib gəlməkdir, su içirsən, bədənə zaman verirsən ki, öz-özünü təmizləsin, ondan sonra görürsən fikirlərin də təmizdir, özün də təmizsən və bu bir diyeta deyil və bu bir həyat seçimidir, yaşayış üsuludur. Mən məsəl üçün belə yaşayıram. Və mənim kimi yaşayan adamlar çoxdur. Mən 8 gün yarımdır mənim rekordum. Mən adam tanıyıram 40 gün saxlayıb yemək yeməyib. 2 dənə nağda adam tanıyıram ki 40 gün yemək yeməyib. Biri Azərbaycandandır, biri Rusiyadandır. Fanatlıq eləyirəm ki, nə gözəl, sən 40 gün yemək yeməmsən. Bu 40 gün yemək yeməmək, sən öz nəfsivə qalib gəlirsən, iradə gücünü artırırsan. Allaha göstərirsən ki, ey mənim yaradanım, ey mənim Allahım, mən nəfsimə qalib gəlirəm. Mən artıq nəfsimə qalib gəlirəmsə, deməli, mən sənə xidmət eləməyə hazıram. Ona görə dostum, interval qidalanma, mütləq. Başlayırsan, interval qidalanma, zir-zibili bədənvə ötürmürsən, ondan sonra düşüncələrin dəyişir, hissiyatın dəyişir, verdiyin qərarlar dəyişir, həyatdan başlayırsan zövq almağa. Dostum, interval qidalanmanı mütləq həyatıva sal. Çünki interval qidalanma səni bütün nəfslərdən uzaqlaşdıracaq, ağzının yolunu bağlayacaqsan və başlayacaqsan həyatdan zövq almağa, başlayacaqsan düzgün addımlar atmağa, başlayacaqsan təmiz qidalanmağa, pulun cibində qalacaq, sağlamlığın artacaq, həyatda daha düzgün addımlar atacaqsan, işində daha uğurlu olacaqsan, cəmiyyətə, insanlığa daha çox fayda verməyə başlayacaqsan.